Salam hörmətli FES izləyiciləri, hər birinizi xoş gördük. Mən FES Akademinin kurikulum üzrə olan təlimçisi Hikmət Müsalov. Bugünkü videomuzda sizə bullying haqqında danışacağım. Bu mövzunun mahiyyətinə baxsaq, sinifdə sağlam psixo və sosial mühitin yaradılmasında bu mövzunun rolu danılmazdır. Və bu mövzudan imtahana həm situasiya cəhətdən, həm də nəzəri cəhətdən sual düşdüyünə görə məcburuq ki, bu haqda biliklərə yiyələnək. Əvvəlcə başlayaq bullyingin termin kimi mənasından. Bullying güclü tərəfin zəif tərəfə mütəmadi olaraq, yəni davamlı şəkildə ziyan vurmasıdır. Onu incitməsidir, ona əziyyət etməsidir. Təbii ki, indiyə kimi bullyingin qəbul olunmuş universal bir tərifi yoxdur, amma bullyingə bir termin kimi müxtəlif fikir səsləndirənlər olub indiyə kimi. Məsələn, nəzər salsaq ilk dəfə təxmini 60-70-ci illərdə İsveçli bir Den adlı professor bunu mobbing kimi adlandırmışdır. Amma bir müddət sonra bu termini daha da geniş araşdıran Avstriyalı bir davranışı öyrənən elm adamı Lorenz adlı biri bu mobbingi heyvanların kollektiv formada başqa bir növün nümayəndəsinə hücum etməsi kimi dəyərləndirmişdir. Yəni, bəzi tədqiqatçıların fikrinə görə mobbing bullyingin sinonimidir, bəzilərinə görə isə bullying fərdi aparılan bir şeydir, amma mobbing isə çoxluğun apardığı bir şeydir. Yəni, qrup şəklində kiməsə edilmiş zorakılıq halları kimi dəyərləndirilir. Məhz bu sahədə bəzi təzadlar yarandığına görə bullying terminindən istifadə olunur. Bullyingin bəzi növləri var. Biz bugün bunun təsnifatı haqqında sizinlə danışacağıq. Amma əvvəlcə onun haqqında daha çox məlumata sahib olmaq lazımdır. Bullying elə bir hadisədir ki, bu yalnız məktəbdə baş vermir. Hər yerdə bullying hadisəsinə rast gəlmək mümkündür. Məsələn, ailədə də ola bilər, bu iş mühitində də ola bilər, təbii ki, təhsil müəssisələrində də ola bilər və s. Və bullying müxtəlif yaş dövründə müşahidə olunur. Yəni, bəzən kimsə fikirləşə bilər ki, bullying yalnız uşaqlara edilən bir şeydir. Bu belə deyil. İstənilən yaş dövründə bullying hadisəsinə məruz qalmaq mümkündür. Ümumiyyətlə, bullying elə bir hadisədir ki, biz buna biganəliklə yanaşsaq, bu barədə məsuliyyətsiz davransaq, bu çox pis nəticələr verə bilər. Məsələn, gəlin bir həqiqətən baş vermiş bir hadisəyə nəzər salaq. Amerikada bir məktəblinin başına gələn hadisədən danışırıq. Bu məktəblinin yoldaşları tərəfindən hər dəfə təhqirlərə məruz qalması onu güclü stres altına salır. Bu şagird depressiya yaşayır və nəticədə bir neçə dəfə xəstəxanaya yerləşdirilir və ən axırda bu ardı arası kəsilməz təhqirlərdən sonra həmin bu məktəbli şagird intihar edərək öz həyatına son verir. Yəni, gördüyü kimi bullying elə bir hadisədir ki, bunun qarşısı alınmazsa, bunun haqqında ciddi bir tədbirlər görülməzsə, bu insanın həyatını itirməsinə belə səbəb ola bilər. Ona görə hal-hazırki dövrdə bu terminin üzərinə, bu hadisənin üzərinə daha çox düşülür. İnsanları daha çox maarifləndirirlər ki, bax, belə bir hadisənin yayılma ehtimalı hər an ola bilər. Məsələn, əvvəl sosial şəbəkələrdən çox istifadə olunmaması, hal-hazırki dövrdə isə daha çox istifadə olunması bu cür halların daha da işıq üzü görməsinə səbəb olur. Yəni, əvvəl bullying hadisəsi olurdusa belə, çox vaxt gizli şəkildə qalırdı. Amma indi isə hansısa yolla yayılır, insanlar bundan xəbər tuturlar və s. Ona görə mütləq bu insanların həyatında ciddi travmalar verə bilər deyə insanları bu haqda maarifləndirmək lazımdır. Bəli, bullying termini dedik ki, elə bir termindir ki, onun haqqında müxtəlif fikirlər səslənə bilər, amma universal bir tərifi yoxdur. Ümumilikdə götürsək, bəli, güclü tərəfin zəif tərəfə mütəmadi olaraq təkrarlanan, mütləq bax bunu demək lazımdır. Çünki əgər bir dəfə bunu ediriksə, bu bullying hesab olunmur. Bunu ard-arda etdikcə, mütəmadi olaraq təkrarladıqca onun travması daha da çoxalır. Yəni, bu hadisə daha ciddi bir məsələyə çevrilir və bu bullying adlanır. Ziyanı vuran tərəfə, yəni bullying hadisəsini reallaşdıran tərəf bully adlanır. Hansı ki, ziyanı vuran tərəf odur. İndi isə bullyingin növlərindən danışaq. Bullyingi müxtəlif cür təsnif etmək olar.
Ona görə baxmalıyıq ki, nəyə görə təsnif edirik. Yəni bundan asılı olaraq bullyingin bir neçə növü olacaq. Məsələn, məqsədinə görə. Bullyingin məqsədinə görə. Ola bilər ki, bilərəkdən eləyir, ola bilər ki, bilmədən, istəmədən eləyir. Daha sonra davranışa görə ola bilər, bəlkə mən fiziki zərər verirəm ona və yaxud verdiyim zərər fiziki şəkildə deyil, qeyri-fiziki formadadır. Daha sonra ola bilər ki, mən bullyingi birbaşa özüm reallaşdıram və yaxud kiminsə əli ilə edirəm bunu. Bu da ola bilər. Və bir də bullyingin xüsusi növü var. Onu da birazdan sizə açıqlayacağam. Əvvəlcə başlayaq bullyingin məqsədinə görə növündən. Dedi ki, ziyanı vuran şəxs, yəni bully, məqsədinə görə bunu iki cür edə bilər. Ya bilərəkdən edir, bu adlanır məqsədli bullying. Ya da istəmədən, bilmədən bunu eləyir. Bu da adlanır məqsədsiz bullying. Və sırf məqsədsiz bullyingi biz iki yerə ayırırıq. Var düşünülməmiş bullying, bir də var tədris bullyingi. Bunların fərqi nə olacaq? Əvvəlcə məqsədli ilə məqsədsizi bir ayıraq əvvəlcə dediyim formada. Əgər qəsdən kimdənsə xoşum gəlmirsə, mən onu daima incitməyə çalışıramsa, ona zərər verirəmsə, yəni bilərəkdən eləyirəmsə, bax bu məqsədli bullyingdir. Amma bəzən mənim ziyan vurduğumdan xəbərim olmur. Mən məsələn kimləsə əylənmək istəyirəm, oyun oynamaq istəyirəm, amma başa düşmürəm ki, qarşı tərəfə ziyan vururam və bunu hər dəfə elədikcə bu qarşı tərəfdə bir travmaya çevrilə bilər. Yəni bu zaman məqsədsiz bullying adlanacaq. Bəs bu məqsədsizə aid olan düşünülməmiş bullyinglə tədris bullyinginin nə kimi fərqi var? Buna toxunaq. Tədris bullyingi müəllimlərin etdiyi bir şeydir. Əlbəttə ki, istəmədən etdiyi bir şeydir. Çünki bəzən bu öyrənmə prosesində normal bir şeydir əslində bunun yaranması. Çünki müəllim bəzən şagirdinə öz səhvini başa salmaq istəyir və bu zaman ola bilər ki, müəllim burada kiçik bir səhvə yol verir ki, şagirdin səhvini ona başa salmaq üçün və yaxud şagirdə öyrətmək üçün onun səhvini bir neçə dəfə təkrarlayır hər kəsin yanında. Hər dəfə deyir, hər dəfə yadına salmağa çalışır. Amma baxırıq ki, məqsədi pis deyil. Məqsəd o şagirdi incitmək deyil. Məqsəd ona səhvini başa saldırmaqdır. Məqsəd o səhvi ona açıqlamaqdır ki, bir daha belə səhvə yol verməsin. Amma biz bunu hər dəfə təkrarladıqca ola bilər ki, o öz yoldaşlarının yanında pərt olur və yaxud səhvinin bu qədər dilə gətirilməsi o uşağa pis təsir edir. Bu da ola bilər. Bax, bu adlanır tədris bullyingi. Yəni sırf tədris zamanı öyrətmə prosesi ilə əlaqədar olan bir bullying növüdür. Amma düşünülməmiş bullying isə öyrənmə zamanı deyil, dediyim kimi əsasən əyləncə xarakterli ola bilər. Məsələn, uşaq yaşlarımızı yada salsaq, bəzən oynayan zaman kimisə vurur, qaçır. Məsələn, bir qolundan və yaxud ayağından bədəninə bir yumruq vurur və yaxud bir zərbə indirib qaçır. Bunu dəfələrlə eləyir. Amma elə bilir ki, bu əyləncəli bir şeydir. Məsələn, o bunu edərək oynamaq istəyir. Əslində, həmin o bullinin verdiyi zərər onun diqqətində deyil. O elə bilir ki, əylənirlər, oynayırlar, amma qarşı tərəfə bunu mütəmadi olaraq eləyəndə mən ona əziyyət vermiş oluram. Bəlkə də hər dəfə mən onu əylənmək üçün vurduğumda həmin insanı ağrıdır, yəni ona ağrı verir, əzab verir və bu hadisə təkrarlandıqca bəli, bu bullying adlanır. Deməli, məqsədinə görə bullying məqsədli və məqsədsiz şəkildə olur. Məqsədsiz isə iki cür olur ki, bunu müəllim edəndə, yəni tədris haqqında olanda tədris bullyingidir. Əyləncə xarakterli olanda isə düşünülməmiş bullyingdir. İndi isə keçirik bullinin məhz davranışına görə növlərinə. Yəni mənim verdiyim zərər müxtəlif yollarla verilə bilər. Bax, buna görə bullyingi əsasən iki növə ayıracağıq. Mən zərəri fiziki şəkildə verə bilərəm, bir də qeyri-fiziki formada verə bilərəm. Fiziki bullying, yəni adı üzərində, adından artıq bizə məlumdur ki, biz insana fiziki şəkildə mütəmadi olaraq əziyyət veririk. Onu vururuq, onu incidirik. Həm də bundan əlavə onun əşyalarına bir ziyan vurmaq da fiziki bullyingə aiddir. Məsələn, kiminsə avtomobilini mən həmişə cızıram, onun şüşələrinə, təkərlərinə ziyan vururam və bunu mütəmadi olaraq eləyirəmsə, bu fiziki bullyingdir. Və yaxud kiminsə tutaq ki, geyiminə, əşyalarına və yaxud özünə
fiziki olaraq təmas eləyirəmsə, vururamsa, incidirəmsə və mən bunu həmişə mütəmadi olaraq təkrarlayıramsa, bu fiziki bullying adlanır. Bir də var ki, mənim vurduğum ziyan fiziki şəkildə deyil, başqa yollardandır. Bu zaman isə bu qeyri-fiziki bullying adlanacaq ki, fiziki təmas olmadan da. Və bu təmassız bullyingin isə özünün 3 növü var. Verbal, qeyri-verbal, bir də sosial bullying. Bilirəm, yəqin ki, indi hər biriniz fikirləşirsiniz ki, bullyingin bu qədər növü varsa, biz bunu necə ayıra bilərik? Əlbəttə ki, burada bir situasiyada bullyingin bir neçə növünə rast gəlmək olar. Siz hərəsinin öz qaydasını bilsəz, sonra bunu testlərdə tapmaq sizə çətin olmayacaq. Həmişə buna baxmaq lazımdır ki, bullyingin verdiyi zərər hansı yolla olub, necə olub? Bax, bu suala cavab tapa biliriksə, bullyingin növünü də rahat tapacaqsınız. Məsələn, qeyri-fiziki olsa da, yəni bunlar digərlərindən seçilirlər. Verbal bullying. Verbal nə deməkdir? Verbal o deməkdir ki, sözlə edilən bullying. Yəni, mən bunu sözlə edirəm. Ola bilər də, kiməsə zarafatca ola bilər və yaxud bilərəkdən ola bilər. Hansısa söz onun xətrinə dəyirsə, mən onu tez-tez deyirəmsə, onu bezdirirəmsə, onu təhqir eləyirəmsə, mütəmadi olaraq aparılan bəli bu bullyingə, bu hadisəyə daha doğrusu verbal bullying deyilir. Və verbal bullying qeyri-fiziki şəkildə aparılır. Fərqi yoxdur, bu yazılı şəkildə də ola bilər, şifahi şəkildə də ola bilər, bunu səhv salmayaq. Çünki bəzən elə bilirlər ki, yazılı şəkildə aparılanda bu bullyingin başqa növü olacaq. Fərqi yoxdur, əgər biz bunu yazılı formada aparırıqsa, yenə də orada yazılandır qarşıdakı tərəfi incidən ki. Yəni, burada yazılan sözdür onun xətrinə dəyən, hər dəfə onu narahat edən sözdür. Əgər söz varsa, istər yazılı, istər şifahi formada, bu olacaq verbal bullying. Bəs qeyri-verbal bullying nədir? Burada söz də yoxdur, fiziki təmas da yoxdur, bəs nə var burada? Hərəkətlər var, jestlə, mimika ilə, şəkillərlə, görüntü ilə və s. Ola bilər ki, bəzi əl-qol hərəkətləri ilə kimisə incidərik, ona əzab verərik. Yəni, hər dəfə elədikcə o qarşı tərəfə əsəbləşdirirəm, onda travma saxlayıram. Və yaxud şəkillə ola bilər, yəni şəkil yaymaqla, şəkil göstərməklə qeyri-verbal bullyingi yerinə yetirmək olur. Bəs sosial bullying nədir? Sosial sözünü görüb yəqin ki, hər kəsin ağlına birinci sosial şəbəkələrdə aparılan bullying yada düşəcək. Amma belə deyil, sosial bullyingin bir də məntiqi var ki, bir şəxs hər hansısa bir qrup tərəfindən uzaqlaşdırılırsa, onun haqqında xoşa gəlməz xəbərlər, yalan dolan informasiya, şayələr yayılırsa, bax budur. Başqalarının yanında utandırırlar, sıxışdırırlar, məni uzaqlaşdırmağa çalışırlar. Budur sosial bullying. Bir nümunə göstərimsə, məsələn, o WhatsApp qruplarında olur çox vaxt, Messenger proqramlarında olur. Yəni, bunun WhatsApp üzərində aparılması deyil, bunu sosial bullying edən. Sadəcə, orada qrupda bir neçə nəfərin bir şəxsi təkləməsidir. Yəni, onu sıxışdırıb buradan çıxarmasıdır. Ola bilər, bizim haqqımızda o qədər şayələr yayırlar ki, biz əsəbləşib, pis olub, axır bu qrupdan çıxa bilərik. Eləcə də bir iş mühiti təsəvvür edin və yaxud sinif mühitində necə ola bilər? Yeni gəlmiş bir şagird haqqında, eyni ilə iş mühitində də ola bilər, yeni gəlmiş bir işçi haqqında. Onu bəyənmirlər, onu buradan uzaqlaşdırmağa çalışırlar və onun haqqında şayələr yayırlar, xoşa gəlməz, yalan dolan informasiyalar yayırlar. Və nəticədə həmin insanı buradan uzaqlaşdırırlar. Bax, budur sosial bullying. Yəni, uzaqlaşdırma, onun haqqında şayələr yayma. İndi isə bullyingin dolayı yolla zərər verməsi, yoxsa birbaşa özünün zərər verməsi. Buna görə də təsnif eləyə bilərik. Əgər bully birbaşa özü ziyanı vurursa, birbaşa özü qarşı tərəfi narahat eləyirsə, bu vasitəsiz bullyingdir. Vasitəli bullyingdə isə üçüncü şəxs tərəfindən həyata keçiriləcək. Burada bir maraqlı məqam var. Niyə ikinci şəxs deyil, üçüncü şəxs yazılıb? Çünki bəzən müdavimlərə dedikdə ki, bullying ikinci şəxs tərəfindən aparılır. Tez bunu vasitəli götürürlər ki, orada kimsə var. Amma bu düzgün deyil. Çünki bullying hadisəsində onsuz da iki tərəf var da. Bir ziyanı vuran bullydir, bir də həmin o zərər çəkən şəxsdir. Üçüncü tərəf varsa, deməli, onun əli ilə bu işi görürük. Üçüncü tərəf olanda vasitəli bullying olur. İkinci tərəf deyilsə, bu vasitəli bullying deyil hələ ki. Bu necə ola bilər? Tutaq ki,
mən sinifdə kimisə bəyənmirəm, ondan xoşum gəlmir, ona özüm zərər vermirəm. Hansısa qolunun gücü çox olan bir yoldaşa güvənirəm, onu qızışdırıb göndərirəm digər şagirdin üzərinə. Deyirəm ki, sən onu vurmalısan, sən onu döv və yaxud ona filan sözü de, onu təhqir elə. Görürsüz, özüm eləmirəm, kimisə göndərirəm, bu zaman vasitəli bullying olacaq. Amma ortada üçüncü bir şəxs yoxdursa, təhqiri də birbaşa özüm eləyirəmsə və yaxud fiziki zərər vururamsa, onun fərqi yoxdur. Yəni növünün fərqi yoxdur. Əgər bunu eləyirəmsə, bu artıq vasitəsiz bullying hesab olunacaq. İndi isə bullyingin xüsusi növü olan kiberbullyingdən danışa bilərik. Nədir kiberbullying? Texnologiya üzərindən, internet üzərindən, müəyyən platformalar üzərindən aparılan təhqirlər, hücumlar kiberbullying hesab olunur. Bəli, bunlar platformalarda olur, sosial medialarda olur, yəni telefon, texnologiya üzərindən ola bir şeydir. Məsələn, kimisə qorxuduruqsa, utandırırıqsa, qəzəbləndiririksə, əsəbləşdiririksə, bu kiberbullying hesab olunacaq. Məsələn, ola bilər ki, sosial mediada kiminsə özəl məlumatları, şəxsi məlumatları, şəkilləri yayıla bilər. Daha sonra bəzən bu axır vaxtlar çox yayılır. Görürsüz, hansısa sosial şəbəkədə bir elan verilir ki, sizə filan tipli bir mesaj gəlsə ona daxil olmayın, çünki telefonunuz zərər görə bilər. Yəni bunu hər dəfə eləmək, mütəmadi olaraq eləmək bullying hadisəsinə çevrilir və bu kiberbullying adlanır. Məsələn, mən özümdən götürürəm ki, sosial şəbəkələrdə bir hesabımız varsa, ora hər dəfə hücum olunursa, mən onu düzəltdikcə, mən onu qaydasına saldıqca, hər dəfə bir hücum olunursa, mən artıq kiberbullyingə məruz qalıram deməkdir. Və yaxud kiminsə haqqında şəkillər yaymaq, təhqirlər yazmaq, yəni məhz bunu texnologiya üzərindən etməyimiz kiberbullying hesab olunur. Hətta yəqin ki, belə hadisələr də rastınıza çıxıb ki, kiminsə bank hesabından, bank kartlarından hər dəfə müəyyən bir ödəniş çıxılır, hər dəfə pul çəkilir, oğurlanır. Bu hadisənin də davamlı olaraq təkrarlanması kiberbullying hesab olunacaq. İndi isə bir təkrar gedək qısaca üzərindən. Deməli, bullyingin hansı növləri oldu? Məqsədinə görə iki cür oldu. Burada məqsədli var, bir də məqsədsiz bullying var. Məqsədsiz bullyingdə düşünülməmiş formada olur, ya da tədris zamanı, öyrənmə-öyrətmə zamanı olur. Etdiyimiz davranışın özünə görə təsnif etsək, fiziki formada ola bilər, bir də qeyri-fiziki bullying ola bilər. Qeyri-fizikini də üç yolla aparırıq. Ya verbal şəkildə, ya qeyri-verbal sözsüz, hərəkətlə, şəkillə və s. Bir də sosial bullying var idi ki, bir şəxsin bir neçə nəfər, yəni bir qrup tərəfindən sıxışdırılıb uzaqlaşdırılması. Bir də birbaşa özümüzük zərər verən, yoxsa burada üçüncü bir şəxs var. Vasitəsiz olanda bully birbaşa özü zərər verir, vasitəli olanda isə mütləq burada üçüncü bir şəxs var deməkdir. Bir də kiberbullying haqqında da danışdıq ki, texnologiyalar üzərindəndir, platformalar, sosial media və s. İndi isə bullyingin haqqında əsas məlumatlardan sizə verək. Məsələn, bullyingin bu qədər növündən danışdıq. Əgər desəm ki, bullyingin hansı növü daha zərərlidir, çox adamın ağlına fiziki bullying gələ bilər ki, fiziki cəhətdən vurur, incidir, zərər verir, əzab verir. Amma əslində belə deyil. Bullyingin ən geniş yayılmış növü olaraq verbal bullyingi götürə bilərik. Çünki insanlar bir-birlərinə daha çox sözlə təsir edirlər. Amma bu o demək deyil ki, bullyingin ən təsirli növü verbaldır. Xeyr, ən geniş yayılmışı budur. Bullyingin heç bir növü digərindən daha təhlükəli hesab olunmur. Çünki bu dəyişir. Məsələn, bəzi insanlara verbal bullying olunarsa, bu fizikidən daha ciddi təsirlər verə bilər. Yəni, ola bilər də bəzən elə söz insana təsir eləyir ki, heç fiziki zərbə dəysəydi o qədər incitməzdi onu. Və yaxud bəzən sosial bullying, bir cəmiyyətin, bir qrupun qarşısında utandırılmaq daha pis təsir edə bilər insana. Ona görə bullyingin hər bir növü təhlükəlidir. Yəni, onların arasında seçim etmək olmaz ki, hansı daha təhlükəlidir. Hər birinin sonu ciddi, mənfi nəticələrlə bitə bilər. Yaxşı, bəs bu sayədə nə işlər görə bilərik? Əgər sinifimizdə bullying kimi bir hadisə varsa,
Biz bunu necə tapa bilərik? Necə müəyyən edə bilərik? Gəlin ondan danışaq. Bunun ən yaxşı üsullarından biri valideynlərlə əməkdaşlıq etməkdir müəllimlər. Çünki valideyn məktəbli bir şagirdin həyatında danılmaz rola sahibdir. Valideyn onunla maraqlanır, valideyn ona nəzarət edir, onu yetişdirir. Ona görə ola bilər ki, bəzən bullying hadisəsi varsa, onu birinci valideyn hiss edə bilər, heç müəllimin xəbəri olmadan. Ona görə mütləq müəllimlə valideyn arasında əməkdaşlıq olmalıdır ki, bullying kimi bir zərərli hadisə varsa, bu vaxtında əvvəlcədən müəyyən olunsun, tapılsın. Daha sonra esse yazmaq deyə bilərik. Esse yazmaq burada niyə var? Məsələn, şagirddən söz almaq mənasında. Yəni, bəzi mövzular seçilib qoymaq olar ki, şagirdin davranışlarından, düşüncələrindən biz onu başa düşək ki, şagirdin məsələn, başına belə bir hadisə gəlibmi indiyə kimi və yaxud özü eləyibmi, eləməyibmi, bunların hamısını esse yazmaqla da ortaya çıxarmaq olar. Daha sonra şagird portfolyolarının yaradılmasından danışa bilərik. Bilirsiniz ki, portfolyo elə bir sənətdir ki, burada yalnız şagirdlərin akademik nəticələri deyil, həm də onların davranışları, münasibətləri haqqında rəylər və yaxud sənədlər də qeyd olunur. Ona görə portfolyolardan da istifadə olunması burada önəmli bir yer tutur. Daha sonra nəinki valideynlə əməkdaşlıq etmək, həm də məktəbdəki pedaqoji işçilərin, yəni hər kəsin, məktəb heyətinin bir-biri ilə əməkdaşlığı. Bura direktor da aiddir, onun müavini də aiddir. Daha sonra köməkçi və texniki işçilər də aiddir, psixoloqlar da aiddir və s. Hər kəs bir-biri ilə əməkdaşlıq elədikcə bu hadisəni daha tez üzə çıxarmaq olar. Daha sonra müəllimlər, dəstəkləyici mühitin yaradılması. Yəni bizim sinifimizdə şagirdlərimizə nə qədər sərbəstlik verəriksə, nə qədər təhlükəsizlik təmin olunarsa, pozitiv mühit olarsa, burada bullying hadisəsinin baş vermə ehtimalı da azalır. Yəni, belə olan mühitdə anında tutmaq olar ki, mənfi bir hadisə baş verib yoxsa yox. Yəni, bullying kimi hadisə belə bir mühitdə varsa, mütləq özünü biruzə verəcəkdir. Yəni, çalışmalıyıq ki, şagirdlər bir-birlərinə hörmətlə yanaşsınlar, ümumiyyətlə, hər kəs söz demək haqqına malik olsun, sözünü deyə bilsin, fikirlərini söyləyə bilsin və s. İndi isə bullyingin qarşısının alınması üsullarından danışaq. Az öncə danışdığımız bullyingi müəyyən etmək, tapmağın üsullarıydı. İndi isə onun əvvəlcədən qarşısını alırıq ki, ümumiyyətlə belə bir hadisə baş verməsin. Bunun üçün nə etmək olar? Ən gözəl üsullardan biri mənəvi dəyərlərin aşılanması. Əlbəttə ki, bir şagirdə nə qədər daha çox tərbiyə verilərsə, yəni o düzgün şəkildə inkişaf etdirilərsə, o bu cür hallardan uzaq qaçacaq, yəni onun bir bulliyə çevrilmə ehtimalı daha da azalacaq. Çünki mənəvi dəyərlər bizə məsələn, xeyirxah olmağı, insanlara qayğı göstərməyi, bir-birimizə hörmət etməyi aşılayır, öyrədir və dediyim kimi belə olan halda şagirdin bulliyə çevrilmək potensialı çox azalır və bullying hadisəsinin baş verməsi də demək olar ki, rast gəlinmir sinifdə. Ona görə mənəvi dəyərlərin aşılanması bullying hadisəsinin qarşısını almaq üçün ən təsirli üsullardan biridir. Daha sonra məktəb psixoloqu ilə əməkdaşlıq etmək. Bilirik ki, hər bir məktəbdə əslində psixoloq olmalıdır və şagirdlər bu psixoloqlardan ödənişsiz şəkildə yararlana bilməlidirlər. Yəni, məktəb psixoloqu da şagirdlərə psixoloji olaraq güclü olmağı, şagirdlərin xasiyyətini, xarakterini, bunları öyrənə bilir və o şagirdlərə düzgün istiqamətlər verə bilir. Şagirdlərin və valideynlərin maarifləndirilməsi, bunu dərsin, yəni videonun əvvəlində də demişdik. Bəzən ola bilər ki, valideyn də buna biganə yanaşır. Valideynin də bu haqda informasiyası yoxdur. Biz bir müəllim kimi üzərimizə düşəni etməliyik. Valideyni də tanış etməliyik ki, bullying necə bir hadisədir, hansı nəticələrlə özünü göstərə bilər, onun hansı növləri var və s. Çünki yenə deyirəm, valideyn şagirdin həyatında mühüm bir yer tutur və o çox vaxtda belə bir hadisə olanda ona əvvəlcə valideyn hiss edə bilir. Daha sonra buz qıran strategiyaları.
buzqıran strategiyaları haqqında sinfin idarə olunması mövzusunda biz danışmışıq. Bunlar elə bir strategiyalardır ki, şagirdlər bir-birlərini daha yaxşı tanıyırlar və münasibətlər daha da möhkəmlənir. Emosional intellektin formalaşması. Emosional intellekt haqqında bizim dərs izahlarımız var. YouTube kanalımızdan tapıb maraqlana bilərsiniz. Emosional intellekt elə bir şeydir ki, şagird həm öz hisslərini anlayırdı, dərk edirdi, həm qarşı tərəfin hisslərini anlayırdı, dərk edirdi, həm özünü düzgün idarə edirdi, həm qarşıdakı insanlarla olan münasibəti düzgün idarə edirdi. Və belə olan halda əlbəttə ki, bullying hadisəsinin qarşısı alınar. Belə hadisələrə rast gəlinməz. Ən önəmli məqamlardan biri də müəllimin rol model, yəni nümunə olmasıdır. Əgər biz sinifdə çox şeyə özümüz diqqət eləmiriksə, özümüz riayət eləmiriksə, bunu şagirdlərdən də tələb etməyimizin heç bir mənası yoxdur. Biz onu başa düşməliyik ki, şagirdlər bizdən yalnız danışdıqlarımızı götürmür. İstənilən bir hərəkət onlara təsir edə bilər. Ona görə əvvəlcə nəyisə aşılamaq üçün, nəyisə əhəmiyyətini öyrətmək üçün müəllim birinci özündən başlamalıdır və müəllim bu qaydalara riayət etdikcə bəli, şagirdlərə də bunun önəmini aşılaya bilir və şagirdlər də görürlər ki, müəllim də bu qaydalara riayət edir, deməli biz də etməliyik. Yəni bu qaydaların önəmini anlayırlar, başa düşürlər. Daha sonra başqa nə deyə bilərik? Ümumiyyətlə bilin ki, bullying haqqında məsələn valideynlərə əlavə informasiyalar vermək olar. Əsasən də şagirdlərdə dünya görüş formalaşdırmaq olar. Ən əsasda bəzi şeylərə diqqət etməyə lazımdır ki, məsələn bullying hadisəsini yaradan səbəblər nədir? Məsələn, insanların müxtəlif dünya görüşü ola bilər, dini baxışları ola bilər, mənsubiyyətimizin müxtəlifliyi ola bilər, məsələn, insanın milliyyəti ola bilər və s. Bu hadisə, bu səbəblər bullying hadisəsinin törədilməsinə daha çox səbəb ola bilir. Və bilməliyik ki, əgər belə bir hadisə varsa, biz bir müəllim kimi və yaxud valideynlərə də aiddir. Bu bullying üzərinə birbaşa getməməliyik. Yəni bullyingi sıxışdırmaqla, ona sərt cəzalar verməklə bu işi davam etdirmək mümkün deyil. Çünki biz bullyingi sıxışdırarıqsa, onu hər kəsin arasında pərt eləyəriksə, bully bundan daha çox təsirlənər və daha çox ziyan verə bilər qarşı tərəfə. Bundan qıcıqlanar, buna əsəbləşə bilər və daha təhlükəli hadisələr baş verə bilər. Əgər bir sualınız olarsa, mütləq rəylərdə qeyd edin. Bu cür izahların davamlı olmasını istəyirsinizsə, mütləq videomuzu paylaşın, bəyənin və dəstək olun.